Salam dostlar. Bugün gələm qablığıma baxırıq. Birinci həm də düzənləmə olacaq. Birinci burada bir dənə belə şey var. Qələm yonan, yaşıl rəng, açıq yaşıl. Sonra burada bu lazım olur deyə bura qoymuşam pozan. Buranı təmizləyəcəyik. Bir dənə də pozan. Videolar katıp abone olup yorum yazmayı unutmayın. Bir dənə də pozan. Bir dənə də pozan. Bu dünya balacalaşıb işlətməkdən pozanı. Bir də soklu pozanın yarısı. Sonra bir bu. Burada bunun qələm yonanı var. Belə üstdən belə açılır. Buradan qələm yonuruq. Məsələn, bura karandaşla nəsə yazmışıq. Belə pozduq, pozan. Pozanda da şeylər qalır axı. Bununla da belə süpürürük. Sonra bunları çıxartım göstərəcəm. Bunlar minidir. Baxın. Belə Mariolu skoslar. Bunların taxmaq üçün bir şeylər var idi. Üstünə taxıb açırıq ha. Ondan var idi. İndi böyük yerlərə keçək. Birinci mor marker, pəmbə marker, mavi marker, yaşıl marker, qara marker. Qara marker əvvəldən qalıb, amma yenə də biraz yazır. İndi bura keçək. Bura bunu qoydum, yeri yox idi. Belə 8-5 rəngli qələm. Bunun burada poftuk şey var idi. Əlimə dolaşmasın deyə başqa şeyə taxdım. Onu çıxartdım. Ağarcı. Telefon çıktı. Qarşı. Rizak. Maket bıçağı yani. Və xətkeş. Sonra qələmləri axırda baxaq. Yox, burada bir şey də var. Toyboxdan belə mini bir şey çıxıb. Burada pozanı var yanında. Burası da qələm yonandı. Başqa şey qalmadı. Burada yenə bir marker. Bu təzədir. Bir də burada belə markerlər. Altdan bitdikcə qaldırmaq olur. Baxın. Və ucunu sildim. Boyunur, əlinlə də silinə bilir. Bunları hələ işlətməmişəm. Belə altdan da açırıq bir dənə də. İndi qələmlərə keçdik, ən böyükləri. Birinci, məktəb qutarında bura eklemələr gələcək, onları çəkərəm. Karandaş falan var idi, onları atdım, balacaydı. Həm də qutarmışdım. 2 dənə belə sadə qələm. İkisinin də ucu yazır. Sonra bunu yazmır, bilmirəm, amma işlətməmişdim, birdən qutardı, amma işığına görə saxlayıram. Baxın, burada belə qələm var idi, yazmır. Pasamov var. Bilmirəm niyə yazmır. Belə qələmlər yazmır.
Sonra bir dənə belə 2-ci sinifdən qalmış sadə qələm. Belə bir dənə qələm. Bunun qırmızı rəngi məndə yoxdur, amma var. Belə ucuna baxın. Kristal kimi. Bunun başında bir lok var idi, onu çıxartmışam. Motorlu. Baxın. Onu da çıxartıp bir sumkaya takmışam. Sonra bir dənə belə sadə qələm. Bir dənə də belə sadə qələm. Sonra belə bir dənə silahlı qələm. Baxın, yazır ucu. Yazır. Bunun dəftərdə var, belə rənglərdə var. Rənglər dəyişir. Qırmızı qələm. Bu demək olar ki, qurtarır. Sonra onun mavi rəngi. Bir yazırsan, görsəməyən işıq belə tutanda görsənən qələm. Yəni işığı yandı, söndü. Yəni belə 12 idi, 15-di belə rəngli. Buradan eliyi endirmək istəyəndə də maşınla. Bu qələm qabı da hədiyyədir. Bunun üstəsində şey qələmləri var. İndi yox da, qoymuşum şeyin yanına. Adı nə idi? Dəftərin qələmləri və ən son çox şey yazır. Mən hər şeydən kolleksiya düzəltirəm. İndi bunun içi özü belədir. Yenə də silək. Mən bir silib gələm. Namsarlıq olaraq bundan işlədirəm. Sildim, yenə içi belə qaldı. Yəni o mənim problem deyil. Yəni özüdür. 6-7 yaşımızdan. Yəni 3-2 ildir məndə də. Yerləşdirməyə başlayaq. Birinci balaca qələm. Sadə qələmlərimiz. Bunları yerləşdirin. Yerləşdir. Sonra bura xərkeşimizi, qayçımızı, rezakımızı, sonra başqa bura ağarcımızı, yer olmadığı üçün dediyim kimi qələmimizi, bir də heç yox, bir də şey, bu toyluqdan çıxan sonra flomasterlər. O qələm yonanın yanlarına qoyuram ki, sığmır bura.
Markeri bura koyacağım. Bunların hamısı bir olsun. İndi isə belə mənim narıncı belə markerim yox idi, o da oldu. Sonra belə balaca skoçlarımızı yığaq arxa balaca yerə. Burada balaca yerlər də var orada. Sonra qabağa bunu bir də pozanlar. Videoya izlediğiniz için teşekkür ederim. Like atıp abone olup yorum yazmayı unutmayın. Gəlin qabımız belə oldu. Yerini qoyaq. Bakın belə. Video like atıp abone olup yorum yazmayı unutmayın. Bay bay.